Keşke üniversitede oxumasaydım. Keşke o ixtisası seçməsəydim. Keşke o gün o insanla görüşməsəydim. Yox balım, yaxşı ki eləmisən. Yaxşı ki o ixtisası seçmisən, yaxşı ki o insanla görüşmüsən, yaxşı ki o qərarı vermisən. Çünki verdiyin hər qərar səni indiki versiyana bir addım daha yaxınlaşdırıb. Bəlkə də ən mükəmməl versiyana yox, amma ən şüurlu, ən böyümüş və ən səni edən versiyana. Biz kəşki sözünü bəzən o qədər asan deyirik ki, arxasında gizlənən yüzlərlə nəticəni görmürük. Heç düşünmüsən? Bəlkə də o gün fərqli qərar versəydin, bugün həyatında ən dəyər verdiyin insanlardan biri olmayacaqdı. Bunu yaşadığınız kədərli hadisələr aid edə bilərsiniz. Çünki sizə ən böyük dərsi verən və mükəmməl versiyanıza çatmağınıza yardım edən də elə o anlardır. Heç unutmaram. Universitetin ilk həftəsi idi və mən qrupda bir anlaşılmazlıq yaşamışdım. Qrupumu dəyişmək istəyirdim. Dekanlıq mənə qrupumu əsla dəyişə bilməyəcəyimi dedi. Bu məni çox kədərləndirmişdi. Düzgün şəkildə qrupa qayıtdım. Qrup yoldaşıma yanında otura bilərəm dedim. O da razılaşdı. Əgər mən həmin günü o qrup otağına qayıtmasaydım və o qıza o təklifi verməsəydim, indi bütün xəyallarımı və məqsədlərimi görüşdüyüm çox yaxın dostum həyatımda olmayacaqdı. Sizə belə çox misal verə bilərəm. Bax, bu da həyatın bizə verdiyi kəpənək effektidir. Bir görüş, bir gecikmə, bir qorxu, bir hadisə zəncirvari bir təsir yaradır və bu zəncir bizi olduğumuz versiyaya gətirib çıxardır. İç səsim mənə deyir ki, kəşkiləri yığışdıraq, görüşərik.